Qoç bürcü 11 may 2025-ci il sizi asan və əlverişli gün gözləyir. Qırılmış münasibətləri bərpa etmək üçün yaxşı vaxt və şəraitin özü sizi doğru insana doğru sövq edəcək. Bir çox qoç əlavə gəlir mənbəyi tapacaq. Çox uzatmadan qəbul etməli olduğunuz perspektivli təkliflər almağınız mümkündür. Küçəyə çıxmaq, mədəni tədbirlərdə iştirak etmək böyük zövq verəcək. Maraqlı insanlarla təsadüfi tanışlıqlar mümkündür. Çoxdandır yaxşı tanıdığınız biri ilə romantik hekayənin inkişaf etməsi tamamilə mümkündür. Buğa bürcü 11 may 2025-ci il sizi çətin səhər gözləyir. Duyğuların öhdəsindən gəlmək, xırda şeylərə görə qıcıqlanmamaq çətin olacaq. Ciddi söhbətlər, iri miqyaslı işlər, mühüm qərarlar qəbul etmək üçün ən yaxşı vaxt deyil. Əksər buğalar adi ev işləri ilə məşğul olmalıdır. Yaxınlarınızla mübahisəyə düşməməyə çalışın. Çətin kasanlıqla ümumi dil tapa biləsiniz. Ancaq cəfəngiyata görə mübahisə etməyiniz böyük ehtimaldır. Tədricən müsbət tendensiyalar üstünlük təşkil edəcək və hər şey yaxşılaşacaq. Günün ikinci yarısında qısa səfərlər üçün əlverişlidir. Özünüzdə tək qalmaq ən yaxşısıdır. Bu sizə rahatlıq tapmağa kömək edəcək. Əkizlər bürcü 11 may 2025-ci il siz güc və enerji ilə dolu olacaqsınız. Buna görə də bütün planlaşdırılan işlərin öhdəsindən mükəmməl gələcəksiniz. İndi səliqə sahman etmək, lazımsız şeylərdən qurtulmaq üçün doğru zamandır. Köhnə narahatlıqlar sizi təqib etmək üçün geri qayıda bilər, lakin çox yorucu olmayacaq. Bir çox əkizlər faydalı insanlarla əlaqə qura biləcəklər ki, bu da tezliklə işdə çox faydalı olacaq. Özünüzü yeni bir şeydə sınamaq üçün yaxşı vaxtdır. Hər şeyi tez başa düşəcəksiniz. İlk nəticələr çox gözlətməyəcək. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir. Xüsusən də ümumi işgüzar maraqlarınız varsa. Xərçəng bürcü 11 may 2025-ci il bütün gözləntiləriniz özünü doğru tutmasa da gün yaxşı keçəcək. Səhər saatlarında evinizi, işlərinizi qaydasına salmağınız zərər verməz. Yaxınlarınızdan ehtiyacı olanlara kömək etmə imkanı yaranacaq. Bir çox xərçənglər son vaxtlar bir-birlərini çox yaxşı başa düşmədikləri qohumlarla münasibətlərini yaxşılaşdıracaqlar. Həqiqətən istəməsəniz belə əvvəlki vədlərinizi yerinə yetirməyinizə əmin olun. Yaxşı bir reputasiya saxlamaq vacibdir. Bu gələcəkdə sizə dəfələrlə kömək edəcəkdir. Axşam sakit bir atmosferdə ailə üzvlərinin və ya sevilən birinin əhatəsində keçirilməlidir. Şir bürcü 11 may 2025-ci il tanış məsələlərə yaradıcı yanaşmaqla çox şeyə nail ola bilərsiniz. İşləri qaydaya salmaq, çoxdankı problemləri həll etmək üçün gözəl gündür. Hər hansı bir çətinlik sizə heç bir şey kimi görünməyəcək. Əksər şirlər faydalı insanlarla əlaqə qura, qırılan əlaqələri bərpa edə biləcəklər. İndi gələcək üçün planlar qurmaq üçün doğru zamandır. Tezliklə vacib rəqabət üstünlüyünüzə çevriləcək faydalı məlumatları öyrənə bilərsiniz. Hər şey gözlədiyiniz kimi alınmayacaq, lakin çeviklik və hazır cavablıq istənilən vəziyyətdən çıxış yolu tapmağa kömək edəcək. Qız bürcü 11 may 2025-ci il səhərinizi vacib şeylərlə başlamamalısınız. Diqqətli cəmləmək çətin olacaq. Yaxınlarınızla mübahisələr, fikir ayrılıqları mümkündür. Lakin bu ciddi münaqişələrə səbəb olmayacaq. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilər. Bu həmişə uyğun olmaya bilər. Lakin siz yenə də iştiraklarına görə onlara təşəkkür etməlisiniz. Bəzi qızlar gözlənməz köməkçilərin enerjisini düzgün istiqamətə yönəldə biləcəklər. Günün ortasında əhval dəyişikliyinin öhdəsindən gələcək. Baş verənlərin müsbət tərəflərini görə biləcəksiniz. Uzun müddətdir sizi narahat edən yarımçıq işləri başa çatdırmaq fürsəti yaranacaq. Tərəzi bürcü 11 may 2025-ci il dəyişiklik üçün susuzluq hiss edəcəksiniz. Enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, həyatınızı yaxşılığa doğru dəyişə biləcəksiniz. Bir çox tərəzi qeyri-adi şəraitdə maraqlı insanlarla tanış ola biləcək. Qohumların və ya dostların problemləri ilə məşğul olmaq məcburiyyətində qala bilərsiniz və bu onlarla münasibətinizə ən yaxşı təsir göstərəcək. Təcrübəli dostların məsləhətlərinə qulaq asın. Onlar sizə faydalı fikirlər verəcəklər. Qısa səfərlər istər tək başına, istərsə də sevilən birinin yanında yaxşı keçəcək. Əqrəb bürcü 11 may 2025-ci il ilk cəhddə hər şey nəticə verməyəcək, lakin bu hər şeyi sonraya təxirə salmaq üçün bir səbəb deyil. Səhər yığılıb qalmış ev işləri ilə məşğul olmalı olacaqsınız. Əksər əqrəblər qıcıqlanmamaq üçün səbr yığsalar yaxşı olar. Ailə üzvləri ilə xırda fikir ayrılıqları ola bilər, amma istəsəniz onları tez həll edə bilərsiniz. Günorta yeni nəsə öyrənmək və ya imtahanlara hazırlaşmaq üçün mükəmməldir. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq. Axşam saatlarında qonaq getməyin və ya dostları dəvət etməyin, zərəri olmaz. Ox atan bürcü 11 may 2025-ci il cəsarətli planları həyata keçirmək üçün yaxşı gündür. Yaradıcılıq qabiliyyətləriniz gözlənilməz şəkildə üzə çıxacaq. Bir çox ox atanlar tezliklə yaxşı pul qazanmağa imkan verəcək. Bir çox perspektivli ideyalarla çıxış edəcəklər. Faydalı insanlarla kəsilmiş əlaqələri bərpa etmək fürsəti yaranacaq. Dostlar da işlərinizdə gözlənilməz müsbət təsir göstərəcəklər. Günün sonunu sakit atmosferdə lazımsız təlaş və ciddi müzakirələr olmadan keçirmək daha yaxşıdır. Zövqlü bir şey edin, biraz dincəlməyə çalışın.
Oğlaq bürcü 11 may 2025-ci il. Maraqlı və gözlənilməz hadisələr gözləyin. Günün başlanğıcı vacib məsələlər üçün çox münasib deyil. Bir çox oğlaq çox xəyalpərəst olacaq. Ona görə də vəziyyəti ağıllı şəkildə qiymətləndirmək çətin olacaq. Bununla belə özünüzə vaxt ayırmağa, talih yüklü qərarlar verməməyə icazə verə bilərsiniz. Günün ikinci yarısı dostlar və ya qohumlarla görüşlər üçün əlverişlidir. Xüsusən də uzun müddət görüşməmisinizsə. Ünsiyyət isə çoxlu xoşanlar bəxş etməklə yanaşı faydalı fikirlər də verəcək. İşlərinizdə yaxınlarınızın köməyinə və dəstəyinə arxalana biləcəksiniz. Dolça bürcü 11 may 2025-ci il. Hər şey rəvan getməyəcək, amma xoş hadisələr də olacaq. Səhər saatlarında bir çox dolca ailə məsələləri ilə məşğul olmalı olacaq. Bu, gözləniləndən daha çox vaxt və səy tələb edəcək. Lakin əldə edilən nəticələr sevindirəcəkdir. Bununla belə səbirli olmalı, əhəmiyyətsiz məsələlərdə qohumlarla mübahisə etməməlisiniz. Yaxşı münasibətlər saxlamaq hər hansı bir vəziyyətdə yolunuzu tapmaqdan daha vacibdir. Axşam yaradıcılıq və hobbi üçün idealdır. Sevdiyiniz bir işlə məşğul olmaq sizi sakitləşdirməyə və rahatlıq tapmağa kömək edə bilər. Balıqlar bürcü 11 may 2025-ci il. Gün çoxlu xoş sürprizlər gətirəcək, tezliklə həyata keçiriləcək, maraqlı ideyalar ortaya çıxacaq. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Bir çox balıqlar hər hansı sürprizlərin öhdəsindən gəlməyə kömək edəcək, güc və enerji ilə dolu olacaqlar. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Ailə üzvləri sizə kömək etməkdən məmnun olacaqlar. Birgə fəaliyyət sizi birləşdirəcək. Uzun müddətdir davam edən ziddiyyətləri həll etməyə və aranızda qarşılıqlı anlaşmanı gücləndirməyə imkan verəcək. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməzdir.